Hindistanda polis əlilliyi olan şəxslər üçün kvota hesabına tibb universitetinə qəbul olmaq məqsədi ilə öz ayağını amputasiya etdiyi iddia edilən 20 yaşlı gənclə bağlı iş araşdırır. Uttar Pradesh ştatından olan və həkim olmağı planlaşdıran Suraj Baskar tibb universitetlərinə qəbul üçün nəzərdə tutulan imtahanlarda 2 dəfə uğursuz olub. Hüquq mühafizə orqanlarının fikrincə, o əlillər üçün kvotadan yararlanmaq məqsədi ilə qəsdən öz ayağını amputasiya edib və hadisəni hücum kimi təqdim etməyə çalışıb. Hindistan qanunvericiliyinə əsasən bu kvota dövlət tərəfindən idarə olunan və dəstəklənən ali təhsil müəssisələrində, o cümlədən tibb universitetlərində yerlərin 5%-ni təşkil edir. Hadisə zərər çəkmişin qardaşının kənd ərazisində ona hücum edildiyini polisə bildirməsindən sonra üzə çıxıb. Lakin istintaq zamanı ifadələrdə ciddi uğursuzluqlar aşkar edilib. Polis gəncin uydurma hekayə ilə müstəntiqləri çaşdırmağa çalışdığını və ifadəsini dəfələrlə dəyişdiyini bildirib. İstintaq çərçivəsində Surajın şəxsi gündəliyi müsadirə olunub. Orada 2026-cı ildə həkim olacağam qeydi yer alıb. Sevgilisi də onun tibb universitetinə daxil olmaq fikrinə aludə olduğunu təsdiqləyib. Həmçinin müəyyən edilib ki, gənc daha əvvəl rəsmi əlillik sənədləri almağa cəhd etsə də buna nail ola bilməyib. Tibbi ekspertiza ayağın yüksək dəqiqliyi ilə kəsildiyini və bunun zorakı hücum üçün xarakterik olmadığını göstərib. Hadisə yerinin yaxınlığında tapılan şprislərin amputasiya zamanı istifadə olunan anestezik maddələrlə əlaqəli ola biləcəyi ehtimal edilir. Suraj hazırda travmatologiya mərkəzindədir. Amputasiya olunmuş ayağı isə hələ tapılmayıb. Hüquq mühafizə orqanları gəncin imtahanlardan keçmədən tibb universitetinə qəbul olmaq üçün qəsdən özünə xəsarət yetirdiyini inanır. Bununla belə bu hərəkətlərin hüquqi nəticələrinin necə qiymətləndiriləcəyi hələ də açıq qalır.